Herkese salam millət. Necəsiniz? Gününüz uğurlu olsun. Bugün nəhayət ki, uzun müddətdən sonra özümə bir dənə yaxın mikrofon aldım. Deyim, ən ucuzun, ən dandikin, ən bir dənə donglisini almışam. Adı budur, Kakasuka. Niyə ucuzun? Açığı deyim, çox çaşbaş qaldım, bilmədim hansını seçim, hansını başlayım. Ona görə açıq deyim, axırı tapmışam. Bir sadəcə olaraq sifariş eləmişəm, sabah gələcəkdir. Demək, həm kamerası, yaxın mikrofonu, yaddaş kartı, bir də arxa fon işığı. Bunlar hamısı bir yerdə 50 manata. 50 manatlıq kamera nə olacaq deyəsiniz, başa düşürəm. Adam yəni əlim yanında satır, yenə çox ucuz satır. İnşallah 50 manata dəyər. Demək, bunun nə özəllikləri var? Bunu niyə göstərmək istədiyim məqsəd odur ki, yeni YouTube'a başlayanlar üçün, yeni vloglar çəkənlər üçün, bəlkə mən də, siz də mənim kimi çox YouTube'da axtarmısınız ki, hansı mikrofon yaxşıdır, hansı keyfiyyətli səs özəllikləri var. Açıq deyim, mən də bu etapları keçmişəm. Yəni, Bremen'i işlətmək olar. Demək, burada nə deyir? Deyir ki, mikrofon tarif, mikrofon tipi nədir? Belə deyim də, bu omnidirectional mikrofon. Yəni, bu deməkdir ki, çox funksiyonel mikrofon deməkdir. Yəni, bunu şəkildə görsəndiyi kimi, yəni, musiqiçilər istifadə edə bilər, vlog çəkənlər də. Yəni, belə bir şeydir. Frequency response. Bu deməkdir ki, belə deyim də sizə, o səsin, frekansın aralıq tezliyi də belə deyək. Demək, 20 Hz-dən 20.000 Hz-ə qədər, yəni səsi tuta bilir də, belə deyək. Yəni, orta məktəbdən bilənlər bilir, oxuyanlar bilir fizikadan. Səsin öz tembri var da, yəni belə deyək. Səsin də özünün bir ölçü vahidi var da, o da Hz-lə ifadə olunur. Yəni, 20 Hz-dən aşağı səs olduqda artıq mikrofonla səsi götürə bilmir. Maksimumda 20.000 Hz-ə qədər götürə bilir. Bu, bilmədiyim sensitivity, mənfi 40 dB ifs. Bu nədir, mən də açıq deyim, bilməm. Açıq demiş, onu maraqlanaram. Audio plug 3.5 mm, yəni başlığın deyir ki, onun uzunluğu nə qədərdir. Bu arada mikrofonu da göstərim. Necə bir mikrofondur. Mikrofon budur. Sadə bir mikrofondur. Belə. Ondan sonra burada nə deyir? Kabelin 2 metr. Yəni kabelin mikrofonun uzunluğu 2 metrdir. Başqa nədir? Product weight 18 qram. Yəni bunun çəkisi 18 qramdır. Belə sadə, ucuz, keyfiyyətli deməyəcəm. Belə bir mikrofonun haqqında məlumat paylaşdım. Çox güman ki, verdiyim məlumatlar sizin az da olsa işinizə yarayar. İnşallah növbəti vloglarda da öz effektini göstərəcək. Burada mənim məlumatxanamdır, belə deyil. Hələ ki, dağınıqdır, vaxt elib yığışdıra bilmirəm. Çünki işdən, gücdən vaxt olmur. Bir dənə bazarımız olur, onu da ki, problem həll elə, problem dalınca qaç. Axırdakı da belə. Bu arada bunun qiymətini soruşarsa olsa, bunun qiyməti açıq deyim. Mən bahalıdır, 8 manat aldım, qaqaç çox sağ olsun, yüngül varı. Nəysə.
Bu elektrogaleriyada, yəni bu dükkanın da adını çəkməkdə reklam deyil. Yəni nə reklam, nə. Yəni 5 manatdır. Bu hal-hazırda Bakıda 5 manat. Ən ucuzu 5 manat. Kitaydan ucuz vursanız Alibabadan, AliExpressdən lap belə 2-3 manatda tapıb gətirə bilərsiniz. Hələlik bu qədər dostlar. Bugünkü videom bunun haqqındaydı. İnşallah səs temperində fərq hiss eləyərsiniz. Bundan sonraki videolarda da daha maraqlı videolar, necə deyirlər, çəkmək diləyi ilə. Sağ olun, özünüzdən müğayət olun. Salamat qalın.